Ustad Məhəmməd Rey şəhrinin özünün şəxsən İmam Zamanla görüşənlərdən danışdığı kəslərin barəsində oxumaq istəyirəm. Ustad deyir ki, mən bir dəfə Mürtəza Tehranini gördüm. Ondan müəyyən şeyləri soruşdum. Dedim ki, ağa, bəlkə sizin də bir tanıdığınız var İmam Zamanla görüşənlər barədə. Bir neçə dənə şey, bir də onu soruşdum. Ustad dedi ki, 2 dənə İmam Zamanla görüşən adam məndən danışıb. Mən deyir, xahiş elədim ki, onların hadisələrini mənə danış. Ki, onlar necə görüblər. Dedi ki, o adamlardan biri Seyid Kərimdir. Mən uşaq vaxtı bir dəfə atamla həmin o Seyid Kərimin dükanına getmişdik. Balaca bir dükanı var idi. Həmin o kişi, yaşlı bir kişi idi, orada çalışırdı. Ayaqqabı təmir eləyirdi. Balaca bir yeşiyi var idi. Alətlərini də qoymuşdu onun üstünə. Atam onun yanına daxil oldu, ona salam verdi, bir yerdə əyləşdi. Mən də deyir, az yaşlıyam, amma onların söhbətlərini eşidirəm. Və mənə onu da hiss edirdim ki, atamla bu kişinin arasında nəsə bir mənəvi bağlılıq da var. Sanki elə-belə söhbətlər də deyil, mənəvi eşqlə olan söhbətlərdir. Deyir, mən bunları belə başa düşürdüm. Deyir, o kişi atamla danışa-danışa elə öz işini görürdü. Birdən deyir, atama dedi ki, xəbərim var, dünən də ağa gəlmişdi. Bizim bir neçə dəqiqəlik görüşümüzə təşrif gətirdi. Sonra atama əli ilə göstərdi dükanın bir tərəfini. Dedi ki, elə bax orada oturmuşdu. Onunla söhbət etdik. Oturdu, məndən biraz söhbət elədi. Deyir, bunları atama deyir. Sonra bir qutu var, şirniyyat qutusu var, ona soğan deyilir. Deyir, o qutunu da atama göstərdi, onun qapağını açdı. Dedi ki, bunları da mənim üçün gətirmişdi. Və deyir, həmən o şirniyyatı atama təqdim elədi. Deyir, mən bu hadisəni eşitdim. Sonra atamla evə qayıdırdı. Atam mənə dedi ki, sən bizim söhbətlərimizi eşidirdin? Dedim ki, bəli ata, eşidirdim. Dedi, orada bir hadisə oldu ya. Dedi ki, bir ağa gəlmişdi, şirniyyat gətirmişdi, orada oturmuşdu. Sən bildin o kim idi? Dedim ki, xeyr, bilmədim. Dedi ki, o zəmanənin imamı idi. O kişi İmam Zamandan danışırdı. Zəmanənin imamını görüb bu adam. Deyir, sonra həmən şirniyyatlardan atam mənə də verdi. O ki, dükan sona vermişdi. Deyir, o şirniyyatlardan, Seyid Kərimin verdiyi şirniyyatlardan mənə də verdi.